Hər kəsə Malayziyadan salamlar. Malayziya vloqunu Malayziyanın müstəqilliyinin elan olunduğu Merdeka meydanından başlamaq istədim. Bura Merdeka meydanıdır. Arxamda görmüş olduğunuz isə 1957-ci ildə yüksələn Malayziya bayrağıdır. Nə vaxt ki, Malayziyalılar artıq Britaniya imperiyasının tərkibindən çıxıb müstəqilliyini elan etmişdi. Bu gün artıq bizim Malayziyada sonuncu günümüzdür. Bu günlər ərzində, bir həftə ərzində nələr yaşadıq, haralara getdik, necə gəldik, burada ümumiyyətlə nələrə diqqət eləmək lazımdır, nələri bilmək lazımdır, hansı ərazilərdə qalmaq lazımdır və s. Bu haqda bütün məlumatı artıq sizə göstərirəm. Çayınızı süzün, oturun, bu gözəl vlogu izləyin. Deməli, Bakıdan Malayziyaya getməyin bir neçə yolu var. Biz uçuş müddəti və rahatlığa görə Qatar Airways-ə bilet almağa qərar verdik. Biletləri Black Friday vaxtı 25% endirimlə aldıq, amma fevral üçün aldığımıza görə və fevral da Malayziyada pik sezon sayıldığına görə bilet o qədər də ucuz olmadı. Mənim bəzi dostlarım qorxutmuşdu ki, Asiya istiqamətində olan reyslərdə acı, ədviyyatlı, qəribə qoxulu yeməklər servis olunur. Mən də dedim ki, özümə hər dəfə fərqli kateqoriyadan nəsə seçim, hansı yemək yaxşı olsa Mirağa ilə onu bölüşərik. Bakı-Doha reysində blend meal seçdim. Nə olduğunu bilmirdim. Bir də gördüm ki, hər şeyi püre eləyiblər. Özümü lapratiz dişli nənə kimi hiss elədim. Amma məzələr olduğuna görə çox bəyəndim. Malayziya Azərbaycan vətəndaşları üçün vizasız olsa da, uçuşunuzdan əvvəl bir anket doldurmalısınız. Əgər Bakıda hava limanında vaxt itirmək istəmirsinizsə, həmin formanın linkini açıqlama qutusunda yerləşdirirəm ki, onlayn şəkildə doldurub hazır apara biləsiniz. Bu sizin Malayziyaya girişiniz üçün bir rəqəmsal kartdır. Burada həm şəxsi, həm də səyahətinizə aid məlumatları daxil edirsiniz. Sonda sizə göndərilən PDF faylı isə Bakıda hava limanında çekində təqdim edirsiniz. 3 saata yaxın uçuşun sonunda Dohaya eniş etdik. Keçən il Həməd Beynəlxalq Hava Limanındakı o məşhur bağçanı görmək ürəyimdə qalmışdı. Ona görə də ilk gedib oranı gəzmək istədim. Məncə hər hava limanında belə sakit, maraqlı tranzit vaxtını keçirməyə qəşəng bir yer olmalıdır. Digər uçuşa hələ vaxtımız qalmışkən, evdən bişirib gətirdiyim pendirli bilinçikləri yeyirik, çünki hava limanındakı qiymətlər uçubdur. Nə olsun ki, Qatar Airways-ə bilet almışıq. İçimizdəki fakir dedi ki, öz yeməyini gətirib burada ye. Və nəhayət bizim Asiya istiqamətində ilk uçuşumuz başladı. Çoxdan da Kevin Hart'ın və dünyaca məşhur influencerların Qatar Airways üçün çəkildiyi təhlükəsizlik videosunu görmək istirdim. Həqiqətən də çox maraqlı alınıb. Yeməyə ilk olaraq belə bir snack verdilər. Soğan qoxusundan bir tər oldum. Doha Kuala Lumpur reysi üçün Vegetarian Oriental Meal seçimi etmişdim və belə bir şey gəldi. Burada artıq hiss elədim ki, biz Asiyaya uçuruq. Salatın içində elə qəribə dadlı tərəvəzlər var idi ki, yeyə bilmədik. Necə deyərlər, ürəyimiz ağzımıza gəldi. Çok enteresan bir şey bu ama. Ne var içinde bunun? Bok var, o kesin. Bir de böyle zerdeçal tadı geldi. Dedim acaba mı? Gecə uçuşu olduğuna görə biraz yataq dedik, amma o yemək arabasının səsini eşidən kimi mənim gözüm açıldı. Gördüm indi də qalyanaltı verirlər. Bu arada hansı yemək kateqoriyasını əvvəldən seçmisinizsə, həmin reysdə əsas yemək şirniyyat, qalyanaltı həmin kateqoriyaya uyğun gəlir. Ondan sonra yuxuya getdim, bir də gördüm ki, artıq Kuala Lumpurda səhər açılıb və biz enişə keçirik. Səmadan aşağı baxanda çox qəribə oldum. Çünki aşağıdakı yaşıllıq, rütubət elə bir hava yaratmışdı ki, sanki biz Survivor'a gəlmişdik. Eniş edən kimi təyyarənin pəncərələri buğlandı, çöldəki havanı təsəvvür edə bilmədim. Salam aleykum. İlk diqqətimi çəkən Malay dili oldu. Əlifbası bizim kimi oxunula bilən olsa da sözlər qəribə səslənirdi. Hansısa bir dilə oxşamırdı. Belə ki, selamat datang, yəni xoş gəlmisiniz. Pasport kontrol hissəsi çox rahat keçdi. Azərbaycan vətəndaşları möhürsüz pasportu skan etməklə keçə bilirlər. Amma baqajlarımız çox gec gəldi, çünki təyyarədə hardasa 350 nəfər sərnişin var idi. A
few moments later. One hour later. Three hours later. Gəlməzdən qabaq araşdırmışdım ki, Malayziyada fəaliyyət göstərən taksi əpləri üçün yerli bir nömrə almalıyıq, çünki bu əplər Azərbaycanda işləmir. Malayziyanın valyutası ringgit adlanır. Tintalk adlı operatordan 35 ringgitə 150 GB internet və limitsiz zəng təmin edən Travel Fast paketini seçdik. Hotspotu açıb digərimizdə internetdən istifadə edəcəyi üçün eSIM ilə internet almağa ehtiyac qalmadı. Grab adlı taksi aplikasiyasını yerli nömrəni istifadə edəcəyim telefona gəlməzdən qabaq yükləmişdim. Demək olar ki, bu app bütün Asiya ölkələrində fəaliyyət göstərir. Taksi gələndə birinci bizim mərtəbəni səhv seçdiyimizi dedi, sonra 4 çamadanla niyə ekonom taksi çağırdıq deyə deyindi. Nəysə, Malayziya qonaqpərvərliyindən ciddən səlamat datanq oldu. Hava limanından otelə yolumuz hardasa 1 saat 10 dəqiqədir. Yolda gedəndə fikir verdik ki, biz ödənişli yollardan keçirik. Amma hardan biləydik ki, bu yolların da ödənişi sonda bizə əvvəl göstərilən qiymətin üzərinə əlavə olunacaq. Yəni, belə sürprizlərə hazır olun. Digər qeyri-adi məqam isə burada yol zolaqlarının bizdəkinin əksi olmasıdır. Əvvəl biz istirdik ki, kirayə maşın götürək, amma gördüm ki, yox, ilk dəfə belə bir yerdə istiqamətlərə öyrəşmək çətin olardı. Bu arada əslində istirdim ki, ilk gün üçün Hop on Hop off avtobusdan tura çıxaq və Kuala Lumpuru bu şəkildə gəzək, amma oxuduğum rəylərdən çox da əmin ola bilmədim, çünki şikayətlər çox idi. Petronas qüllələrinin yanından ilk dəfə keçəndə isə məktəb vaxtı coğrafiya dərsində bura gəlməyin xəyalını qurduğumu xatırladım. Otelə gəlib çatdıq, lakin check-in vaxtı olmadığına görə əşyalarımızı qoyub yaxınlıqda yerləşən Surya KLCC mola getdik. Ticarət mərkəzinin yemək zalında bir yeməklərə baxdım, bir qoxuya baxdım, bir də özümə. Gördüm, yox, bu gün o gün deyil. TGI Fridays'e gedib burger və quesadilya sifariş elədik. Amma yox dostlar, burada anladım ki, yağdandır, bilmirəm ədviyyatdandır, bu fast food restoranında belə dad qəribədir. İndidən məni dərd götürdü ki, mən bir həftə nə yeyəcəm. Qarnımızı doyurduq, gördük ki, check-in vaxtı yaxınlaşır. Ona görə tez gedib otelə yerləşmək istədik, çünki hardasa bir gündür yol gəlirik. Deməli, bura 4 ulduz bir oteldir. Bu oteli 3 gecəlik tutmuşuq. 3 gecəyə 2 nəfər səhər yeməyi daxil 320 manat ödədik. Mən qeyd yazmışdım ki, mümkündürsə TV qülləsinə baxan yuxarı mərtəbədə bir otaq versinlər. Qeydimi nəzərə aldıqlarına görə çox təşəkkür edirəm. 17-ci mərtəbədə belə gözəl mənzərəli bir otağımız var. Otaq kiçik olsa da ütü masasından saç feninə hər bir lazımlı əşya var idi. Amma otağa nəzər yetirəndə gördüm ki, bizim adapter başlıqları bura uyğun deyil. Sizin yadınızdan çıxmasın, Malayziyaya gələndə özünüzdən üçlü başlıqlardan gətirin. Otelə gələn kimi veş-vişimi yerləşdirmə xəstəsi olduğum üçün bu işi də həll elədim. Tam dedim ki, biraz dincəlib çıxaq gəzməyə, ayağımızın tozunla leysan yapmağa başladı. Göy necə güruldayırdısa, elə bildim pəncərələr sınacaq, 17-ci mərtəbədən aşağı töküləcək. Gəlməzdən qabaq bilirdim, burada adətən günortalar 1 saat belə yağışlar olur, amma bu təxminən 4 saat çəkdi. Hava nəhayət açıldı. 4 saat dayanmadan yağan yağış nə bir gölməçə yaratdı, nə də bir şey. Mən gəlməzdən qabaq ilk günün axşamı üçün qəşəng bir yer rezerv eləmişdim. Həmin restoranın da linkini aşağıda yerləşdirəcəm. Bura Marriott Hotel qrupa aid otellərdən birinin 12-ci mərtəbəsində yerləşən bir hovuz kənarı bardır. Biz rezervasiya etdiyimiz vaxtdan biraz gec gəlmişdik, amma boş yer olduğuna görə rezervasiyamızı ləğv etmədilər. Mənzərə isə sadəcə möhtəşəm. Petronas əkiz qüllələrə saatlarca baxdım. Kokteyl, taco və atışdırmalıq şeylər sifariş elədik. Bəlkə də indiyə kimi yediyim ən dadlı French fries burada idi. Kokteylləri də çox bəyəndim.
Oradan çıxıb dedi, onsuz yağış imkan verməyib gəzməyə. Bəlkə gedək Pavilyon Mall, Bukit Bintang tərəfə, amma getməz olaydıq. Bura dostlarımız gündüz vaxtı gəlib bəyənmişdi. Amma mən gecə halını görəndən sonra dedim ki, bir də getməyək və nə yaxşı ki, Bukit Bintang ərazisində otel tutmamışam, çünki heç güvən vermədi mənə. Çox qarışıqlıqdır, səs-küy, zibilli və elə düz molun yanında gecə növbəsinə çıxan məlum işçilər var idi. Burada dedim ki, mən Bukit Bintanga bir də gəlməyi istəmirəm.